Ya Allah, hoş gördüm her birinizi. Gününüz uğurlu, güzel geçsin inşallah. Sizler için şu alanda 2,5 sotun içinde 160 kvadratlık bu evi satışa çıkarttık. Ama her zaman dediğim kimi evlerinizi məndən belə alsaz, tikintinin videolarını, şəkillərini tələb eləməyi unutmayın. 7 metr uzunluğunda 4 metr enində olan güzel daşma tipli hovuzu ve baş tərəfində kiçik bir besetkası 2,5 sotun içindədir. Vətən restoranının yaxınlığındadır. Əgər desəz ki, biraz da həyətim böyük olsa mən bu evi alardım, mən onda sizlərə belə bir təklif edeyim. Yan tərəfdə qonşu bir sotunu 30.000 manata satır. Onu da alıb bu həyətə qata bilərsiniz. Evin karşısında giriş tarafında böyle bir mangalı, yanında suyu, yan tarafa geçit mümkündür. Ve sizlere giriş tarafında göstereyim bir maşınlık parkovkası. Daxil olduq evə. Bax gördüyünüz kimi giriş, girən kimi mətbəx, sağ tərəfdə zal, zaldan da bayıra çıxış var, iki tərəfdən çıxışı var. Tavanın hündürlüyü 3,40'dır. Maşallah hündür evdə, qəşəng evdə. Burada ümumi sanitar qovşağı və alt tərəfdə də çamaşırxana yığılıb pləkanın altında. Ondan sonra göstərərik. Gələndə özləri ətraflı baxar. Getdi 2-də görüşərik. Gəldi ikinci mərtəbəyə. İkinci mərtəbədə birinci ümumi sanitar qovşağı. Valideyn otağı dediğimiz 22 kvadratlık yataq otağı, özünün balkonu ve sanitar qovşağı. Burada 16 kvadratlık bir yataq otağı ve 26 kvadratlık geniş yataq otağı ve özünün eyvanı. Sağollaşaq. Like koymağı unutmayın. Saçımı düzeldim. Tamam. Like koymağı unutmayın. Kanalımıza abone olmamızı. Abone olun. Qiymət 285.000 manat start dedik bu evin qiymətini. Görüşmək ümidiyle. Rozunuz bol olsun.